Ərim mənə xəyanət elədi mövzusu danışa bilirik. Evimizə başqa qadın gətirdi, onun qabağında məni alçaltdı danışa bilirik. Qaynata çıxıb gəlini axtara bilir efirdə. Ər deyir neçə gündə gedib kimlə gedib, eybi yoxdur, qəbul edirəm. Hansısa bir kişi gəlir paytaxtda bu xahiş eləyir televiziyada, ümumi bir topluma. Amma ki, hansısa bir xanım çıxıb deyə bilmir ki, mən ərimin corabını geyindirirəm. Niyə? Azərbaycan mentalitetində corabını geyindirirəm dedinsə, səni tuturlar atəşə. Amma bir buğuburma çıxıb burada gecə ilə evindən qaçan arvadını axtarırsa biz deyirik ki, alqışlar, bax kişi oldu, qaynata çıxıb gəlib gəlini axtar. Ay başladım, biz hansı zamanında yaşayırıq? Yəni bir qaynata niyə gəlib efirdə gəlini axtarmalı? Ümumiyyətlə o gəlin sizin nəyinizə lazımdır? Və bugün bir həyat yoldaşının corabını geyindirmək Azərbaycan xanımı üçün utanc deyil ki. Valla şəxsən öz adıma deyirəm, lazım olanda mən də həyat yoldaşımın corabını geyindirirəm. Və yaxud da ki, soyunduram. Niyə? Bax, işdən gəlir adam. Məsəl üçün, onlar mühafizə sistemində işlədiyinə görə elə vəziyyətdə olur ki, şiş, ayaq üstündə dayanan adam. Başa düşün, məsələsi var. Həqiqətən ehtiyacı var. Axı burada, mən deyirəm, hər gün kişi oturacaq belə divanda ayağını uzadacaq, corabını geyindir, corabını soyundur. Əlbəttə ki, olmayacaq. Yox, bu olmayacaq, bu təbii bir şeydir. Əgər xəstə olursa, həqiqətən də özü